Bakıda mənzil və həyət evlərinin qiyməti sürətlə artsa da, icbari əmlak sığortası üzrə maksimal təminat məbləği illərdir eyni qalır. Hazırda paytaxt üzrə bu rəqəm 25 min manatdır. Halbuki şəhərdə artıq evlərin 100 min manatdan başlayan qiymətlərlə, hətta 200-300 min manat və daha baha satılması adi hala çevrilib. Bu fərq xüsusilə son aylarda baş verən leysan, su basma və digər hadisələrdən sonra daha çox diqqət çəkir. Çünki bahalı evə ciddi zərər dəyəndə vətəndaşın aldığı icbari sığorta ödənişi çox vaxt ziyanın yalnız kiçik hissəsini qarşılaya bilir. Ümumiyyətlə, əmlakın sığorta müqaviləsi dediyimiz kimi icbari sığorta növləri ilə bağlı 2011-ci ildə qanunda olan dəyişikliklərlə tənzimlənmişdi sığorta haqqları və sığorta məbləği və artıq 15 il keçməsinə baxmayaraq nə sığorta haqqı, nə sığorta məbləği dəyişilməz olaraq qalmışdı və bu müddət ərzində belə deyək, ölkəmizdə baş verən inflyasiyalar, bahalanmalar, əmlakın qiymətinin sürətlə artması, belə deyək, hal-hazırda düşünürəm ki, Bakı şəhəri üzrə 25 min manat olan limit hazırki vəziyyətdə çox aşağıdır. Mövcud qaydalara əsasən Bakı şəhərində icbari əmlak sığortası üzrə haqq 50 manat, təminat isə 25 min manatdır. Gəncə, Sumqayıt və Naxçıvanda təminat 20 min, digər şəhər və rayonlarda isə 15 min manat müəyyən edilib. Ekspertlərin fikrincə daşınmaz əmlak bazarında qiymətlər dəyişdiyi halda sığorta limitlərinin uzun müddət sabit qalması həm vətəndaşların marağını azaldır, həm də sığortanın rolunu zəiflədir. Yəni vətəndaş sığorta alır, amma böyük zərər zamanı gözlədiyi həcmdə kompensasiya ala bilmir. Qonşu ölkələrdə əksərən həm zəlzələ ilə bağlı sığorta növü ayrıca var, əmlakın icbari sığortası ilə bağlı demək olar bizim şərtlərə yaxın sığorta müqavilələri mövcuddur. Amma bu ölkələrin əksəriyyətində inflyasiya nəzərə alınaraq, əmlakın bahalanması nəzərə alınaraq demək olar ki, üzən məzənnə formasında bir neçə ildən bir yenidən baxılır, belə deyək, sığorta məbləğinə və sığorta haqqına. Mütəxəssis Vüsal Bədalov deyir ki, vətəndaş evinin tam dəyərinə yaxın təminat almaq istəyirsə, könüllü sığortaya üstünlük verməlidir. Ekspert hesab edir ki, təxminən 200 min manatlıq əmlak üçün 200-300 manat civarında pul ödəməklə o könüllü sığortalana bilər.